Bazarlarla müqayisədə yarmarkalarda vəziyyət necədir? Əməkdaşlarımız bugün açılışı olan mövsüm yarmarkasında olub, qiymətləri öyrəniblər. Gəlin görək, mövsüm yarmarkasında qiymətlər vətəndaşları qane edirmi? Həftə sonu yarmarkalarında qiymətlərin daha münasib olduğunu düşünən paytaxt sakinləri mövsümi yarmarkalara gəlirlər. Bəs görəsən bazarlarda, marketlərdə olan qiymətlərdən yarmarka qiymətləri necə fərqlənir? Qiymət fərqini elə alıcıların özündən soruşacağıq. Yarmarka satıcıları deyir ki, qiymətlər bazarlara nisbətən münasibdir və ehtiyac yarandıqda indirimlər də olur. 1 manat, 1 manat 50 qəpik. Elə mürəbbə var ki, 3 manat fərqi var marketlə bizdə. Limon gətirmişik 40 qəpiyə, feyxoya gətirmişik 80 qəpiyə var. Xırda mandalinləri qiyməti qoymuşuq 1 manata. 12 qəpik, 13 qəpik. Marketdə neçəyədir? 25 qəpik, 20 qəpik. Kimi qoymuşuq 2 manata, amma ki pestatalarda görür, dükanlarda görür ki, məsələn 3 manat, 4 manat arasında satılır. Kinkan var, feyxoya var, yəni 1 manatdan tutmuş 1.50-dən 2 manat arası dəyişir qiymət. Alıcılar da deyir ki, məhsullar həm keyfiyyətlidir, həm də qiymətlər bazar qiymətlərindən xeyli fərqlənir. Marketdən, bazardan fərqi varsa nə qədərdir təxmini? Qismən fərqi var. Deyim ki, çox böyük fərq yoxdur, amma müəyyən qədər fərq var. Mandarini 1.20 aldım, yaxşı mandarindir. Xurmanı aldım 70 qəpiyə, bahadır hə. Marketdə baxır hərdən endirmə sallı, ancaq belə bahadır. Marketdə 18-ə, 16-yadır, burada 10-a, 12-yə var. Hansı ləpələri aldınız? Qoz ləpəsi 10 manata var, 12-yə var. Bu yarmarkamızda demək 30-a yaxın regiondan 55 fermerimiz, təxminən 55 nəfər fermer iştirak edirlər. Onlar öz təbii yerli məhsulları ilə yarmarkamıza çıxış edirlər. Məhsul çeşidliyimiz təxmin olaraq 120-yə qədərdir. Daha çox sitrus meyvələrinin ağırlıq təşkil elədiyi, üstünlük təşkil elədiyi bir yarmarkadır. Bütün marketlərdə, bazarlarda monitorinqlər aparılır və yekun qiymətlər fermerlərimizə bildirilir. Onlarsa bu yarmarkada ödənişsiz olaraq piştaxtalarla, tərəzilərlə təmin olunurlar və buna görə də daha uyğun, daha münasib qiymətləri təklif edə bilirlər alıcılara. Qeyd edək ki, həftə sonu yarmarkaları saat 9-dan 7-yə qədər təşkil olunur. Burada satışa çıxarılan məhsulların keyfiyyətinə isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Fidan Səfərov, Bayramov, Space xəbər.